Bilirsiniz, bir nöqtədən sonra fikirləşdim ki, onsuz da nə edirəmsə eləyim, qınanılacam. Elə belədirsə, bu məni qınayanlar, baxanlara özəl bir şou göstərmək daha yaxşı olar, düzdürmü? Və belə düşünəndən bəri mənim həyatım 180 dərəcə dəyişdi, inanın mənə. Çünki bu baxıb qınayanlar, Semişka çıxdıyarkən arxamızca danışanlar, kimisə həyatı ilə bağlı pretenziya deyənlər, kiməsə söz atanlar, ya da kiməsə hər hansısa bir şər atan insanlar ki var ha. Bax, başqasının həyatı ilə bağlı danışanların öz həyatı o qədər yoxdur ki, öz həyatları o qədər maraqsızdır ki, sənə mənə baxıb eləyib arxamızca danışırlar və elə onlar bu qədər bekar qalıblarsa, mən də düşündüm ki, onlara layiqli bir şou göstərmək lazımdır. Onlara da bu həyatlarını maraqlı etmək üçün bir şeylər vermək lazımdır. Elə hazır səhifə açın, elə hazır hər şey bölüşüm həyatımla bağlı. Bu onlarda içi rahatlaşsın, daha çox söhbət tapsınlar danışmaq üçün. Və inanın mənə, çoxlarımız başqası nə deyər, başqası nə düşünər, başqasından nə bilim onlar mənim haqqımda nə deyəcəklər, nə düşünəcəklər, nə danışacaqlar deyə. Çox insan düşünür ki, mən öz həyatımı qurmayacağam. Nə bilim şəkil paylaşmayacağam, gözləyər. Nə bilim falan kəs belə deyər, onu eləməyəcəm. Ayıbdır, bla 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 və öz həyatımızdan qalırıq, bilirsiniz? Öz həyatımızı qura bilmirik belə-belə. O insanların öz həyatı yoxdur deyə sən mənim haqqımda danışırlar, inanın mənə. O insanların öz həyatı olsa, başqa birinin həyatı ilə bağlı maraqlanmazlar. Başqa birinin həyatı ilə bağlı pretenziyalar deməzlər. Bu insanların özləri haqqında danışa biləcəkləri şeylərin sayı o qədər azdır ki, onlar hər hansısa bir masada oturarkən də öz həyatlarını maraqlı etmək üçün sənin mənim haqqımda danışırlar ya da şər atırlar. İnanın mənə, mən 6-7 il öncə sadəcə evdə oturub hər dəfə eyvana çıxıb paltar sərirəm deyə belə qınanılırdım ki, o nə paltardır sərir, necə sərir, niyə elə sərir, ay süfrəni belə sərib, ay niyə taksiyə mindi, gələn maşın doğrudan taksi idi, yoxsa kim idisə, vəsairə vəsairə 100 dənə söhbət danışırdılar. Və indi düşünürəm ki, mənim artıq açıq səhifəm var, həyatımı onsuz da bölüşürəm. Düşünürəm ki, o insanların da həyatı indi daha maraqlılaşıb, çünki indi artıq onlar açıq şəkildə baxırlar, görürlər, daha da çox temaları var artıq danışmağa. Buyurun, bu şou sizlər üçündür deyirəm. Utanmayın, çəkinməyin, öz həyatınızı yaşayın. Mənə onlar deyə bilin. Həyat uzun deyil o qədər də ki, kimsə haqqında düşünərək özümüzü, öz həyatımızı, öz xoşbəxtliyimizi məhv eləyək.